Azərbaycanda qabaqcıl Çin texnologiyaları əsasında smart televizor istehsalı nəzərdə tutulur. İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov Reala bildirib ki, Çin kapitalı ilə inşa ediləcək müəssisə gələn il fəaliyyətə başlayacaq. İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında daha bir sahibkarlıq subyektinə rezidentlik statusu verildi. Yeni qeydiyyata alınan rezident tərəfindən Azərbaycanda ilk dəfə olaraq smart televizorlar istehsal ediləcək. Layihənin investisiya dəyəri 3,5 milyon manatdır. Layihə çərçivəsində 20 nəfərə yaxın daimi iş yerinin yaradılması planlaşdırılır. Çinin qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisənin illik istehsal gücü 19.500 ədəd televizor istehsalı təşkil edir. O cümlədən müəssisədə müxtəlif ölçüdə 32, 43, 50, 55 diaqonallı televizorların istehsalı həyata keçiriləcək. Müəssisədə istehsal ediləcək məhsullar ilkin mərhələdə daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək, növbəti mərhələdən qonşu ölkələrə ixrac edilməsi planlaşdırılır. Müəssisənin 2026-cı ildə fəaliyyətə başlaması nəzərdə tutulur. Azərbaycanın bütün sənaye parklarında, həmçinin işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən bütün güzəşt və imtiyazlar bu müəssisəyə də şamil ediləcək. Ümumilikdə Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı Dövlət başçısının 2021-ci il 4 oktyabr tarixli fərmanı ilə yaradılıb. Park logistik imkanlar baxımından əlverişli ərazidə yerləşir. Bu da sahibkarların diqqətini, marağını cəlb edən əsas faktorlardandır. Belə ki, artıq sənaye parkının 30%-dən çox hissəsi sahibkarların istifadəsinə verilib. Qeyd edim ki, Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında investisiya portfeli 140 milyon manatdan çox olan 17 sahibkarlıq subyektinə rezidentlik, 3 sahibkarlıq subyektinə isə qeyri-rezidentlik statusu verilib. Məhz bu 20 sahibkarlıq subyekti tərəfindən sənaye parkında ümumilikdə 2000 nəfərə yaxın daimi iş yerinin yaradılması planlaşdırılır. Bundan başqa Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında bu günədək görülən işlərə 30 milyon manatdan çox investisiya yatırılıb, 100 nəfərə yaxın daimi iş yeri yaradılıb. İşə götürmə prosesində əsasən Cəbrayıl və ətraf rayonlardan olan sakinlərə üstünlük verilir. 2022-2026-cı illər üzrə dövlət proqramına əsasən Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə 40 min nəfər sakinin öz yurduna köçürülməsi nəzərdə tutulur. Bu çərçivədə Cəbrayıl şəhərinə 712 ailənin köçürülməsi, həmçinin rayonda bir neçə kəndin bərpası nəzərdə tutulur. Öz evlərinə geri dönən sakinlərin xeyli hissəsi Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında açılacaq müəssisələrdə işləyəcək. O cümlədən smart televizorlar istehsalı üzrə müəssisədə çox sayda perspektivli gənc Cəbraylının işləyəcəyi gözlənilir.